Değerli izləyicilər, hər birinizi kanalımda salamlayıram. Bu günləri qəşəng bulka hazırlamışam. Yumuşaq pambıq kimi. Hazırlama qaydasına keçək. Bir qaba 1 stəkan süd, yarım stəkan şəkər tozu, 1 xörək qaşığı silə də çox dolu olmayan quru maya. Bunları qəşəng qarışdırıram, qoyuram maya aktivləşsin. Baxın, gördüyünüz kimi maya aktivləşdi. Daha sonra üzərinə yarım çay qaşığı duz, 2 ədəd ağlı sarlı yumurta, 3-cü yumurtanın isə tək ağını. Yəni toplamda 3 yumurta istifadə elədim. Deməli, ikisi ağlı sarlı, birinin isə ağı, sarısını üzəri üçün saxladım. 2 ədəd vanil, 2 paket daha doğrusu vanil. Bunları qəşəng qarışdırıram. Daha sonra ununu əlavə eləyirəm. Mən burada 5 stəkan un eləmişəm. Deməli, unu hissə əlavə eləyirəm. Tam bir dəfəlik əlavə eləmirəm. Ona görə ki, yumurtanın böyük kiçikliyindən, unun keyfiyyətindən asılı olaraq miqdarı dəyişə bilər. Deməli, 5 stəkan undan mən tam burada 4 stəkan yarımını istifadə elədim. Yarım stəkanı qaldı. Baxın belə. Xəmiri yoğururam. Xəmiri yoğurduqdan sonra 125 qram otaq hərarətində yumuşaq kərə yağı əlavə edirəm xəmirin üzərindən və qəşəng yoğururam xəmiri, çoxlu yoğururam. Həmən yağ xəmirə yedirdirəm. Baxın, gördüyünüz kimi xəmirimiz yağı əlavə edəndən sonra yumuşaldı. Belə ələ yapışan xəmir oldu. Yumuşaq xəmir oldu da, belə deyək. Xəmiri qoyun bir kənara, deməli acısın, yəni özünə gəlsin, tam dinlənsin. Bu müddət ərzində mən almaları doğrayıram. 4 ədəd alma götürmüşəm. Qabığını soydum və gördüyünüz kimi xırda doğrayıram. Balaca kub formasında doğrayıram. İndi mən içliyi burada bol eləyirəm. Amma siz istəsəniz, məsəl üçün almanı 3 dənə və yaxud 2 dənə istifadə edə bilərsiniz. Əgər içliyini az istəyirsinizsə. Almaları doğrayıb bir kənara qoydum və xəmirimiz gəldi. Xəmirimizi görürsünüz necə belə xəmir yumuşaqdır, belə ələ yapışan xəmirdir də, çox yumuşaq xəmirdir. Xəmiri boşaldıram qabdan və kündələrə ayırıram. Burada əziz xanımlar 10 ədəd kündə çıxardıram bu xəmirdən. Qeyd edeyim ki, xəmiri nə xəmiri olur olsun, çoxlu yoğurmaq lazımdır. Xəmir onda gözəl olur. Hər dəfədə mayalı xəmirə əl vuranda, tərpədəndə, kündələyəndə hər dəfəsində xəmiri gözləmək lazımdır ki, tam təzədən yenidən elə bil mayalanıb yenidən kündəyə düşsün. Odur ki, xəmiri kündələyəndən sonra yenidən qoyuram gözləyirəm kündəyə düşsün. Bu müddət ərzində almaların üzərinə 4 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı kraxmal, 1 xörək qaşığı da darçın əlavə edib qarışdırıram. Kraxmalı ona görə əlavə edirəm ki, deməli bulkuların içərisində şəkər tozu əriyib sulanmasın. Yəni kraxmal nişastada qarşısını alır o sulanmanın. Xəmir kündəyə düşdükdən sonra gördüyünüz formada yayıram. Özdə burada fikir verin, görün necə nazik yayıram. Amma bişəndə elə gözəl, qəşəng, şişir, qalxır xəmirlər çox gözəl olur. Bax bu cür. Xəmiri yaydım, qəşəng, nazik yaydım və içliyi, bol içliyi qoydum. Yenə qeyd edeyim ki, siz istəsəz içliyini az eləyə bilərsiniz. Bir də göstərirəm, baxın, belə yayıram kündəni. Sonra içliyi yerləşdirirəm və bu üzərini qatlayıram bu formada və rulon formasında fırladıram xəmiri. Tam hazır içlikləri yığandan sonra listə yerləşdirirəm. Listimizi burada yağlamışam, deməli yağlı listi. Və bulkaları yerləşdirirəm listə, gördüyünüz formada, belə banan şirniyyatı formasında da belə deyək, yığıram. Biraz yaxın yığıram, onsuz da mənə lazımdır ki, bu bulkalar bir-birinə yapışsın bişəndə. Axırıncı rulonu qoyanda da uç tərəfini içəri qatlayıram ki, ortada boşluğu qalmasın. Yenidən üzərini örtüb gözləyirəm kündəyə düşsün. Kündəyə düşdükdən sonra üzərinin yumurtasını çəkirəm. Deməli, hansı ki bir dənə yumurtanın sarısını saxlamışdım. Üzərinə biraz duru yağ əlavə edib həmən bu yumurta sarısını bulkaların üzərinə çəkirəm. Bulkanı da üzərinə çəkəndə kesinlikle çox ehtiyatla eləyirəm ki, bulkalar sönməsin. Çünki çox gözəl belə qabarıb şişiblər. Daha sonra 180 dərəcəli qızdırılmış sobada
Alt üst qızarana qədər bişirirəm. Əziz xanımlar, hazır oldu bulkamız. Çox gözəl, qəşəng. Gördüyünüz kimi görürsüz necə gözəl qabarıb, hündürləşib, bir-birinə də yapışıb. Elə mənə də bu lazım idi ki, yəni bir-birinə yapışsın bulkalar. Baxın, yəqin ki, gözəlliyini siz də görürsüz. Yumuşaq. Təsəvvür edin ki, mən bunu əlimə götürə bilmirdim, qırılırdı. Kəsirəm, istər kimi də sizə göstərirəm. Baxın, bu cür gözəl, hansı ki, içərisinə nişasta qatmışdım. O nişastanın köməkliyi ilə bulkaların içərisindəki alma, yəni şəkər tozlu almanın suyu axıb kənara çıxmayıb. Bu cür gözəl, qəşəng bulkalar alındı. İzlədiyiniz üçün təşəkkürlər.